Gecə siz mənə deyin, ekranı görürükmü? Ağ ekran açmışam. Bəli, bəli. Bu günlərin biz keçirik fotosintez. Ümumiyyətlə müəllimlər, bundan əvvəlki paraqrafda keçdik ki, maddələr mübadiləsi yox. Biosintez reaksiyaları deyəndə nə başa düşürük biz? Ümumiyyətlə, maddələr mübadiləsi iki prosesdən asılıdır da. Sintez prosesi, bir də parçalama prosesi. Düzdür müəllimlər? Bir də deyim. Maddələr mübadiləsi iki yerə bölünür. Anabalizm, katabalizm. Və yaxud digər adı da var. Assimilyasiya, dissimilyasiya. Və yaxud digər adı da var. Plastik energetik mübadilə. Niyə bunları yazıram? Məqsədim nədir? Plastik mübadilədə nədir? İki dənə sadə maddə birləşir, bir dənə mürəkkəb maddə əmələ gətirir və bunun nəticəsində enerji udulur. Məsələn, misal fotosintez. Karbon qazı, üstəgələ su birləşib nə əmələ gətirir? Glukoza. C6H12 oksigen 6. Oksigen ayrılır. Yəni iki dənə sadə qeyri-üzvü maddə, bir dənə üzvü maddə yaranır. Və bunun nəticəsində günəşin işıq enerjisi nəyə çevrilir? Glukoza, yəni qidada olan enerji hansı enerji? Kimyəvi enerji. Kimyəvi enerji. İşıq enerjisini kimyəvi enerjiyə çevirmə prosesi desə, beynimizdə ancaq fotosintez prosesini başa düşürük. Oldu mu? Bu plastik mübadilə. Ona görə də energetik mübadiləni saxlayıram. Bu günlərin plastik mübadiləni keçəcək. Plastikos yapmaq, düzəltmək demək. Plastik mübadilədən çoxdur plastik mübadilə. Məsələn, amin turşular birləşir, zülal əmələ gətirir. Plastik mübadilə. Glukozalar birləşib nişasta əmələ gətirir. Plastik mübadilə. Bu günlərin plastik mübadilədən biri fotosintez keçir. Fotosintezi keçmək üçün bir illərdə yadımıza salaq. Fotosintez harda gedir? Fotosintez evkariot orqanizmlərdə, iki membranlı orqanoid olan plastidlərdə gedir. İbtidai bitkilər olan yosunlarda xloroplast demirik, kromatofor deyirik. Onu da deyim. Bakteriyalarda yoxdur xloroplast da, kromatofor da, amma bakteriyada xlorofil var. Harada gedir? 3 dənə fotosintez edici bakteriya var, onu da harada gedir deyəcəm. Gəlin birinci başlayaq xloroplastlardan. Xloroplastın quruluşu. Xarici membran amardır. Daxili membran qırışlıdır. Daxili membran qırışlarını nə əmələ gətirir? Tilakoidlər birləşərək qıranlar əmələ gətirir. Xəyalləmənlər. Qıranlar. Xloroplastın içərisi belə maye ilə doludur. Həmin maye adlanır stroma. Demək, içərisi stroma adlanır. Xalça döşəmək deməkdir. Stromanın içərisində bunun RNT-si var, DNT-si var, ribosomu var, fermentlər var. ATF əmələ gəlir. Necə əmələ gəlir? Bu dəqiqə keçəcək. Və glukoza sintez olunur. Tamam, quruluşunu danışdıq. Başlayırıq fotosintez gedişatına. Fotosintez ümumiyyətlə iki mərhələli bir prosesdir. Fotosintezin var işıq mərhələsi, var qaranlıq mərhələsi. Fotosintezin işıq mərhələsi o deməkdir ki, burada gedən proseslərə mütləq işıq lazımdır. Qaranlıq mərhələsi o demək deyil ki, gözləyir, gecə gedir. Qaranlıq mərhələsi də yenə də gündüz vaxtı gedir. Müəllimlər, iki mərhələnin ikisi də işıqda gedir. Sadəcə işıq mərhələsində gedən proseslərə mütləq günəş işığı lazımdır. Qaranlıq mərhələsində gedən proseslərə işıq lazım deyil. Gedirik. Baxın, müəllimlər, burada xloroplast çəkmişəm, burada tilakoidlər çəkmişəm. İndi mən çəkdiyim nədir? Bir dənə tilakoid çəkirəm və burada gedən prosesləri başa salırım. Bu tilakoid. İş başlayır tilakoiddən. Birincisi, günəş şüası, birinci proses, işıq mərhələsinin fazalarını deyirik. Birinci fazı nədir? Günəş şüası düşür, tilakoidlərin membranları üzərində xlorofil pigmenti var. Xlorofil pigmenti bir atomdur. Atom nədən təşkil olunur? Nüvə və ətrafında elektronlar toplanır. Düzdür. Günəş şüası düşür. Xlorofil pigmentinin ətrafında olan elektronları orbitindən çıxardır. Demək, birinci olur xlorofilin
elektronlarını tərk edir. Yəni xlorofilin həyəcanlanması və həyəcanlanma nəticəsində elektronu tərk etməsi. Xlorofil elektronu tərk etdimi? Daha doğrusu elektron xlorofili tərk etdimi? Və bu elektronlar mənfi yüklüdürmü? Bu zaman tilakoidlərin xaricində mənfi yüklər yarandı mı? Hardan yarandı müəllimlər? Xlorofil elektron xlorofili tərk etdi. Həmin elektron düzüldü tilakoidlərin xaricində mənfi yüklərə. İkinci proses nədir? Bu günəş enerjisi. İndi də tilakoidin içində də su var. Tilakoidin içində su var. Tilakoidin daxili membranının daxilində su var. Su molekulu günəş şüasının təsiri nəticəsində fotolizə uğrayır. Fotoliz nə deməkdir? İşığın təsirindən su parçalanması. Artıq kimyadan bilirik ki, su fotolizə uğrayanda H və OH ionları əmələ gətirir. İçində artıq su yox, H-dır müsbət yüklü, bir də OH-dır mənfi yüklü. Sonra nə başına gəlir? Bu H müsbət yüklü, düzdür müəllimlər. İndi bu H tilakoidin daxilində müsbət yüklər yaradır. Artıq baxırsınız, tilakoidin xarici mənfi yüklə doludur, daxili də müsbət yüklə doludur. Bəs OH nə? OH bu başında olan elektronlarını itirir. OH sərbəst radikala çevirir və bu da sərbəst qala bilmir. OH-lar bir-birinə birləşərək 2 molekul su və oksigen əmələ gətirir. Demək, mənim üçüncü prosesim nə oldu müəllimlər? Oksigenin əmələ gəlməsi. Oksigen necə əmələ gəldi? Su parçalandı H-OH-a. OH elektronunu itirdi. Bax, bu OH-ın itmiş elektronları tez basıb xlorofilin çıxmış elektronu var. Onun yerinə. Bu nəticədə xlorofil təzən özünü bərpa edir. O OH-lar nə olur? OH-lar sərbəstlər birləşərək su və oksigen əmələ gətirir. Demək, üçüncü mərhələdə oksigen əmələ gətirir. Birinci mərhələ xlorofil elektron xlorofil tərk etdi. İkinci mərhələ suyun fotolizidir. Üçüncü mərhələ oksigenin əmələ gəlməsi. Demək, başqa nə baş verir? Oksigen burada yarandı. Müəllimə, hara gedir oksigen? Oksigen ya çıxır hüceyrədən xaricə, gedir tənəffüs belə atmosfer oksigen buraxır. Ya da bu oksigen buradan çıxandan sonra mitoxondrin içinə gedib, o mitoxondriya oksigen lazımdır, orada sərf olunur. Bundan sonra nə baş verir? Baxın, xaricdə mənfi yüklər, daxildə müsbət yüklər toplanır. Potensiyallar 200 mV-da burada bir kanal açılır. ATF sintetaza, Duval kanalı. Bu zaman müsbət yüklü hidrogenlər sürətlə buradan çıxırlar bu kanaldan. Və buradan o qədər sürətlə çıxanda, sanki daşı-daşa sürtürsən, yüksək miqdarda enerji ayrılır. Bu enerji hüceyrəni yandırmasın deyə enerji ATF şəklində toplanır. Demək, dördüncü proses nə oldu? ATF-in yaranması. Necə yarandı? ATF sintetaza kanalı açıldı. Hidrogenlər buradan sürətlə çıxdı. Neçə dənə hidrogen müəllimlər? 24 dənə hidrogen çıxa bilər. Bir reaksiyonun hidrogenə. Hidrogen sürətlə çıxdı. Artıq hidrogenlər hardadır? Stromadadır. Tilakoidin xaricindədir. Və buradan enerji yarandı mı? Həmin enerji ATF şəklində toplandı mı? Bu da nədir? Yaxşı, çıxmış hidrogenlər nə edir? Müəllimlər, xloroplastın içərisində ATF-dən başqa nadef müsbət yüklü bir energetik molekulalar olur. Bu hidrogen gəlir, bununla birləşir. Bunun ətrafında olan elektronların da ikisi bununla birləşir. Və burada nadef H adlanan energetik bir molekul yaranır. Artıq stromada 2 dənə enerji daşıyıcısı var. Həm ATF, həm nadef var. Bununla da işıq mərhələsi bitdi müəllimlər. İşıq mərhələsində artıq oksigen əmələ gəldi. Su parçalandı, xlorofil elektronu itirdi və stromada ATF əmələ gəldi, bir də nadef əmələ gəldi. İşıq mərhələsi bitdi. Gəlirik qaranlıq mərhələyə. Qaranlıq mərhələ harda gedir? Stromada. Stromada müəllimlər Calvin sikli deyilən bir proses var. Stromada demək C5, yəni pentozalar olur. Bu pentozalar ətraf mühitdən karbon qazı qəbul edərək C6-ya çevirir. Bu C6 heksoza çox davamsız birləşmədir. Tez 2 dənə C3-ə parçalanır. Bu 2 dənə C3-lər ATF molekuladan enerji alaraq bir energetik bir molekulaya çevirir C6-ya. Həmin C6-da nadef H-dan da H-ı qəbul eləyib, C6, H12, oksigen 6 olur. Bunu açıq formada bir daha yazacağım Calvin siklini. Demək, xloroplastik şəklinin stromada nə var?
C5 var, pentoza. Pentozalar ətraf mühitdən demirik, karbon qazı udur. Karbon qazı da su udur. Bax, karbon qazı udulur hansı prosesdə? Qaranlıq mərhələdə. Karbon qazını udur, C6-ya çevrilir. C6 davamsız birləşmədir. Tez parçalanır 2 dənə C3-ə. Bu C3'də stromada olan ATF-dən enerji alaraq energetik bir molekulaya çevrilir C6'ya. Deyərsiniz ki, Məhəmməd C6 ilə niyə parçalandı, niyə birləşdi? Bu C6 o demək deyil glukozadır. O qədər heksozalar var hüceyrədə. C6 davamsız C6'dır, yəni heksozadır. 2 dənə C3'ə parçalanır. 2 dənə C3 ATF-dən enerji alaraq energetik bir molekulaya çevrilir C6'ya və C6 da nadef H-dan bu hidrogeni götürür və C6H12 oksigen 6'ya çevirir. Beləliklə glukozam yarandı. Şimdi qaranlıq mərhələdə nə yarandı? Karbon qazı və glukoza. Reaksiyanın təminini yazıram. Karbon qazı üstə gələn su, alınır C6, H12 oksigen 6, üstə gələk oksigen. Müəllimlər, baxın. Buradakı karbon qazlara gedibdir, karbon. Glukozanın tərkibində. Glukozanın tərkibində hidrogen hardan gəlibdir? Sudan. Glukozanın tərkibindəki oksigen hardan çıxır? Karbon qazının oksigenidir. Bəs ayrılan oksigenlərin oksigenidir. Hidrogenin oksigenidir. Siz fikir verirsiniz, ayrılan oksigen su molekulunun oksigenidir. Su olmazsa oksigen də ayrılmaz. Proses. Karbon qazı nə zaman istifadə olundu? Qaranlıq mərhələdə. Su nə zaman istifadə olundu? İşıq mərhələdə. Glukoza nə zaman yarandı? Qaranlıqda. Oksigen nə zaman yarandı? İşıq mərhələsində. Bir daha deyirəm, qaranlıq mərhələ o deməkdir ki, gecə gedir. Bu prosesin hamısı gündüz vaxtı gedir, mütləq. Gecə fotosintezin heç bir mərhələsi gedir. Sadəcə işıq mərhələsində işıq lazım olur. Qaranlıq mərhələdə isə Halzin sikli baş verir. Yəni bura işıq lazım deyil. Başqa müəllimlər, bir də 10-cu sinifdən də verirəm. Fotosintezi hansı canlılar yerinə yetirir? Əksər bitkilər. 39%. Əksər bitkilərdə yenə dedik, karbon qazı üstə gələk su, alındı glukoza, üstə gələk oksigen. Başqa, bakteriyalar. Hansı bakteriyalar xəyallanmalı? 2 dənə bakteriya var. Qırmızı bakteriya, yaşıl bakteriya, bir də siyanobakteriya. Qırmızı bakteriyada hansı proses gedir? Karbon qazı, üstə gələk H2S. Alınır C6H12 oksigen 6. Üstə gələk su, üstə gələk su. İndi fikir verin müəllimlər. Hidrogen mənbəyi nədir? Bitkidə nədir hidrogen mənbəyi? Su. Suyun tərkibində oksigen olduğuna görə oksigen xaric olunur. Qırmızı bakteriyada hidrogen mənbəyi nədir? Sulfit. Ona görə görürsünüz oksigen çıxmır. Yaşıl bakteriyada karbon qazı üstə gələk hidrogen. Alınır C6H12 oksigen 6 üstə gələk su. Yenə də oksigen çıxmadı, gördünüz. Yəni, qırmızı və yaşıl bakteriyalar fotosintez nəticəsində ətraf mühitə oksigen buraxmırlar. Siyanobakteriyada eynən bitki kimi gedir. Karbon qazı, üstə gələk su, alınır C6H12 oksigen 6, üstə gələk oksigen. Siyanobakteriya ətraf mühitə oksigen verirlər. Bir də əsas məsələ nəyə baxır? Bitkilərdə xlorofil pigmenti harada yerləşir? Xloroplastda. Bakteriyalarda membranlı orqanellər yoxdur. Bəs qırmızı, yaşıl və siyanobakteriyada xlorofil harada yerləşir? Qırmızı və yaşıl bakteriyalarda xlorofil sərbəst olaraq sitoplazmada yerləşir. Sitoplazma. Yəni bakteriya hüceyrəsinə baxaq. Sitoplazmada elə xlorofil pigmenti yerləşir. Siyanobakteriyada xlorofildə baxın, hüceyrə divarı plazmatik membran daxilə doğru belə qırıqlar əmələ gətirir. Bax, bu qırıqların üzərində yerləşir. Demək, siyanobakteriyada plazmatik membranlar üzərində, qırmızı və yaşıl bakteriyada isə sərbəst halda sitoplazmada yerləşir. Bu belə. Başqa fotosintez kimdə gedər? Heyvanda gedər. Evglena və Volvox kimi hansı ki, xlorofilə malik olan heyvanlarda fotosintez gedir. Fotosintezin getməsi üçün amillər lazımdır. Var daxili amillər, var xarici amillər. Daxili amil nədir? Müəllimlər, fotosintezin göstərsin. Karbon qazı təsir göstərirmi? Qrafiklə yazıram. Karbon qazı xarici amil. Grafikini çəkirəm. Demək, zaman keçdikcə karbon qazı artdıqca fotosintez artır. Karbon qazı artdıqca fotosintez artır. Müəyyən müddətdən sonra, hansı ki,
0,4%-dən sonra karbon qazının havada miqdarı. Ondan sonra karbon qazı nə qədər artsa da fotosintez sabit qalır. Suyun miqdarı hansı amildir? Xarici amil. Suyun miqdarı da belə gedir. Suyun miqdarını artırırsa fotosintez artır, müəyyən müddətdən sonra sabit qalır. Sonra xarici amillərin nəticəsi işıq şiddəti. İşıq şiddəti yenə də eyni gedir müəllimlər. Artdıqca artır və sonra sabit. Bir də işığın dalğa uzunluğuna gəlin baxaq. İşığın dalğa uzunluğu. Biz bilirik ki, işığın dalğa uzunluğu necədir? Məsələn, ultrabənövşəyidir. Sonra gəlir görünən şüalar. Görünən şüaların 7 dənə rəngi var müəllimlər. Göy, yox, qırmızı, narıncı, sarı, yaşıl, mavi bənövşəyi. Bu formada düzsək. Göy işıqda və qırmızı işıqda fotosintez sürətli gedir. Yazıram göy, qırmızı. Sarı və yaşıl işıq şüalarının altında fotosintez zəif gedir. Sarıda və yaşılda. Baxın, sarı və yaşılda fotosintez zəif gedir. Qırmızı və göydə və yaxud bənövşəyidə, qırmızı yazdım, bu bənövşəyi və yaxud da göydür və yaxud da ki, qırmızıda, bu içində fotosintez sürətli gedir. Hətta biz biologiya 7-ci sinifdə orada var. Əgər bağbanlar istəyirlər ki, o oranjeyalarda və yaxud parniklərdə il boyu məhsul əldə etsin, bitkisi daha yaxşı böyüsün, orada qırmızı və ya bənövşəyi rəngli LED lampalardan istifadə edirlər. Çünki sarı rəngli işıq fotosintezin zəif getməsinə səbəb olur. Bu da yadınızda çıxmasın. Bunlar fotosintezin xarici amillərdir. Karbon qazı, su, işıq şiddəti, işıq dalğası, işığın dalğa uzunluğu, bir də temperatur müəllimlər. Temperatura da gəlin baxaq. Yenə temperatur necədir? Temperaturla fotosintez. Temperatur artdıqca fotosintez artar. Artdıqca artar. 25 dərəcədən hətta 35 dərəcəyə qədər artar. Amma 35 dərəcədən sonra temperatur artarsa fotosintez aşağı düşəcək. Yəni 25-35 dərəcə fotosintezin sürəti yüksəkdir. 35 dərəcədən sonra artıq temperatur yüksək olduğuna görə bitki yarpağını saraldır, qurudur, hətta tökülür. Ona görə hətta fotosintez sıfıra da çata bilər. 35 dərəcədən sonra fotosintezin sürəti azalır. Bunlar oldu xarici amillər. Daxili amillər nədir? Xlorofilin nə qədər çox olsa xlorofilin miqdarı, o qədər də fotosintez daha sürətlə gedir. Amma yenə də xlorofil də artıb sabit qalır. Ağıcıqların miqdarı nə qədər çox olsa, fotosintez o qədər sürətlə gedir, daxili amildir. Fermentlərin miqdarı nə qədər çox olsa, daxili amildir. Yarpaq sahəsinin sayəsi nə qədər çox olsa, fotosintez daha sürətlə gedir. Bilirsiniz, yarpaqla bağlı xlorofil, ağıcıq miqdarı, ferment miqdarı, yarpaq miqdarı nə qədər çox olsa, fotosintez sürətli gedir. Bunlar daxili amillərdir. Xarici amillərdə yarpaqla əlaqəli, bitkinin içindən əlaqəli olan bir şeylər deyirlər. Bunu da dedik. Başqa müəllimlər, bir də n bərabərdir ST düsturuna izah edirəm, yekunlaşdırıram. N bərabərdir ST düsturu nədir? Tutaq ki, müəyyən yarpaq səthinin sayəsində nə qədər glukoza alınır? Bunu bilməkdən ötürü M glukozanın qramıdır. Glukozanın miqdarı, kütləsi. S yarpağın səthinin sahəsi, T isə günün uzunluğudur. T həmişə 1 saatla ölçülür, saatla. S həmişə kvadrat metrlə ölçülür, M həmişə kiloqramla və yaxud qramla ölçülür. Tapmaq istəyirəm. Məsələn, deyir ki, 1 saat müddətində 1 kvadrat metrə sahəyə düşən günəş enerjisi düşsə, bu zaman nə qədər glukoza alınır? Heç nə. M bərabərdir ST düsturundan istifadə edirəm. S-im 1 kvadrat metrdir, T-im də 1 saatdır. Biri birə vuram, demək 1 qram nə alınır? Burada glukoza alınır. Birdən müəllimlər, burada S-i tapanda M-i də T-yə bölürük, bu avtomatikdir. Və yaxud T-ni tapanda da M-i S-ə bölürük, bu da avtomatik, bu düsturların içindən çıxır. Sadəcə bəzən olur ki, bir dənə S-i tapmaq üçün bir dənə T-ni verir, M-i vermir. Bu zaman onu nədən tapırıq müəllimlər? Mütləq fotosintezin reaksiyasından tapırıq. Qulaq asaq. S-i istəyir, bir dənə T-ni verib, M-i vermirdi. O zaman mən fotosintezin reaksiyasını yazıram. Burada hamısı 6 mol, 6 mol, 6 mol oksigen. Amma bizə ipucu olaraq nə verə bilər? Karbon qazının qramını, suyun qramını və yaxud burada 22,4 normal şəraitdə tutumu verə bilər, litri verə bilər, protonun sayını verə bilər, hidrogenin və yaxud da ki, hər hansı birinin molunu verə bilər.
və yaxud da ki, kiloqramını, kütləsini verə bilər. Hər bir şeydə, yəni düstur, artıq kimyaya gedirik. Bunlardan istifadə edərək qlukozanın qramını tapırıq. Gətirib burada qoyuruq da, yəni dediyim kimi S-i tapmam lazımdır. M-i verməyibdir, amma T-ni veribdir. Necə tapım M-i? M nədir? Qlukozanın qramı. Ona görə də hər hansı bir ipucu verəcək sizə. Məsələn, verə bilər ki, 18 mol su işlənibdir və 8 saat ərzində neçə kvadrat metr, bu fotosintez prosesi neçə kvadrat metr sahədə gedir. Saatımı verib, T-ni 8 saat veribdir. M-i verməyib, M-in əvəzinə suyu 18 mol verib. Mən də kimyadan istifadə edib deyirəm ki, 6 mol sudan, bunun qramı 180 qramda, avtomatik yadınıza saxlayın. 108 qram glukoz alınırsa, 18 mol sudan nə qədər alınır? 3 dəfə çoxdur da bunun. Demək, 3,180 qram glukoza. M-i tapdım, gətirib burada yerinə qoyuram, 8-ə bölüb S-i tapıram. Müəllimlər, M bərabərdir ST düsturunda, bax, bu reaksiya bizim çox köməyimizə gələcək. Bir dənə də onu bilin ki, günəş şüasının yarpağın üzərinə düşürsə, düşən günəş şüasının sadəcə 1%-dən istifadə edib fotosintez prosesini həyata keçirir. Buna aid məsələləri gələn dərsdə edirik. Bu qədərdir.